Hər vaxtınız xeyir olsun yoldaşlar. Bəlkə də çoxlarının axtardığı bir sualdır bu və bəlkə də bu sabahki imtahanın növbəti sualıdır. Gəlin bu sualın həllini öyrənək. Yazıb ki, komplektlərin hər birindəki şəkillər arasında qanuna uyğunluğu tapın. Verilmiş şəklin hansı komplektə uyğun olduğunu təyin edin. Baxın yoldaşlar, bu birinci komplektimizdir, bu da ikinci komplektimizdir. Verilmiş şəkil hansına daxildir? Hər ikisinə, ikinciyə, heç birinə, birinciyə, yoxsa müəyyənləşdirmək mümkün deyil. Baxın, gəlin belə yanaşaq. Biz bu sualda çox böyük, dərin, əslində düşünməyimizə ehtiyac yoxdur. Çox primitiv bir həlli var. Ortadakı fiqurlara baxın. 7 dənə 5 bucaqlı var. Ümumiyyətlə ortada fikir verin, həmişə nə var? Ya 5 bucaqlı var, ya da ki bu bayrağa oxşayan fiqurlar var. Düzdür? Söhbət ortalardan gedir. Onların sayının önəmi necə təyin oluna bilər? Bax, 7 dənə 5 bucaqlı var. Qıraqlarda da 7 dənə qara romb var. Burada 4 dənə 5 bucaqlı var və qıraqlarda 4 dənə qara romb var. Deməli, 5 bucaqlıların sayı göstərilib qara romb ilə. Bəs bu birlərin sayı nə ilə göstərilib? Baxın, 2 dənədir, 2 dənə boz var. Burada 5 dənədir, 5 dənə boz var. Deməli, bu birlərin də sayı göstərilib bozla. Görək aşağıda da eyni məntiqdir. Yəqin ki, fərqlənəcək. Bax, aşağıda 6 dənə 5 bucaqlı var. Və 5 bucaqlılar görün qıraqlarda nə ilə göstərilib? 6 dənə bozla. Deməli, bu dəfə 5 bucaqlılar bozla göstərilib. Və bu birisi fiqurdakı ki verin 3 dənədir. 3 dənə qara ilə göstərilib. Burada 2 dənədir. 2 dənə qaradır. Burada 3 dənədir. 3 dənə qaradır. Deməli, bu da qara ilə göstərilib. İndi gəlin görək. Aşağıdakında vəziyyət necədir soruşulanda? Soruşulanda fikir verin. 3 dənə 5 bucaqlı var və 3 dənə boz var. 4 dənə bundan var və 4 dənə qara var. Bunların qara göstərildiyi sizcə hansı komplekti? Birinci komplekti yoxsa ikinci? Təbii ki, ikinci. Düzdür? Deməli, aşağıda göstərilmiş şəkil ikinci komplektə uyğundur. Yoldaşlar, baxırsınız, hamıdan öncə sizlər üçün ən aktual sual tiplərini çəkib YouTube-a yerləşdirirəm və mənim bu əziyyəti çəkməyim, hamıdan fərqlənməyimin tək məqsədi var, sizin uğur qazanmağınız. Mən hamınıza uğurlar arzulayıram və inşallah sabahki imtahanda və növbəti imtahanlarda bu sual düşəndə çox arxain şəkildə mənim izahımı yadınıza salaraq tapacağınıza əminəm. Və sizə kiçik bir faydamızın dəyməsi bizim üçün çox dəyərlidir. Çünki işimizin, məqsədimizin əsası təməli elə budur. Və bu operativliyə görə mən komandamıza və özümə şəxsən təşəkkür edirəm ki, çünki biz bütün bunları hamıdan qabaq sizin önünüzə çıxardırıq və heç kimin bacarmadığı, paylaşmadığı, dilə gətirmədiyi sualları sırf sizlər görəsiz deyə hər zaman belə deyək, YouTube-a yerləşdiririk. Bu suallar may ayının qəbul suallarıdır və əminəm ki, sualın yazılma faizi aşağıdırsa, növbəti imtahanlarda da istifadə olunacaq. Ona görə dərhal bugün çəkdik ki, siz sabahki imtahanda bu düşsə uğur qazana biləsiniz. Bu qədər. Ümid edirəm, düşər və yazarsınız. Hamınıza uğurlar.